olduğu kimi bizik, mən həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert, The Dark NLP Akademi proyektinin təsisçisi Elnay Rəhimov Tambovski və mən psixoloq, NLP təlimçisi Əyyub Nağıyev. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacaq ki, insan patoloji cəhətdən özünü günahlandırmanı özünə peşə edəndə, yəni həyatının çox hissəsini həm yaxınları ilə, həm başqaları ilə ünsiyyətə girərkən bu taktikadan istifadə edərsə, bu nə anlama gəlir? Birincisi, patoloji cəhətdən özünü günahlandırma istəyi əslində keçmişdəki məhdudiyyətlərlə bağlantılıdır. Məsələn, insana emosional cəhətdən yaxın olan digər insanlar, ana, ata, baba, xala, bibi, uşaq vaxtından ona bir çox məhdudiyyətlər qoyurlar ki, o məhdudiyyətlər xüsusi bir əsası olmur, yalnız və yalnız sonuncuların egolarını təmin eləmək üçündür. Məsələn, ana deyir ki, sən gecə yatmamış dişi fırçalanmasan, anan səndən inciyəcək. Bu qanunu pozanda avtomatik olaraq nədir? Anası onu danışdırmır və uşaq özünü günahkar hiss edir. Və yaxud da atası deyir ki, uşaq övladına sən dərsdən 4 alsan, atanın səndən arası pozulacaq, hökmən 5 almalısan. Yəni, bu kimi məsələlər. Yəni, o insan böyüyəndə də özündə belə bir inanc inkişaf elətdirir ki, mən əgər özümü günahlandırıramsa, deməli, mən yaxşıyam. Mən özümə əzab verirəmsə, özümə əziyyət verirəmsə, deməli, mən yaxşı adamam. Mən özümü tənqid edirəmsə, özümə deyirəmsə, mən pisəm, mən savadsızam, mən qabiliyyətsizəm, mən heç kiməm, mən yaxşıyam. Mən başqalarının sözünə baxıramsa, mən yaxşıyam. Mən başqalarının nöqteyi nəzərini, fikirlərini həyatımın mərkəzinə qoyuramsa, mən yaxşıyam. Başqalarının ehtiyaclarını, arzularını və istəklərini davamlı şəkildə yerinə yetirmək üçün öz istəklərimi, arzularımı və ehtiyaclarımı təxirə salıramsa, mən yaxşıyam. Deməli, ikinci məsələ haqqında davam edək. İkinci məsələ daha çox nə ilə bağlıdır? Burada da müəllimin danışdığı kimi günahkarlıq duyğusu var. Amma bu günahkarlıq duyğusunun altında yatan əsas məsələ nədir? Bir insanda öz-dəyər aşağıdır, öz-güvən aşağıdır və avtomatik olaraq bir müddətdən sonra o uşaqlıq dövründə və yaxud da yeniyetməlik dövründə öyrənməyə başlayır ki, mən insanlara özümü günahkar kimi göstərsəm, yəni özümü pisləsəm, hər dəfə desəm ki, mən bir işə yaramıram, mən çox pis xüsusiyyətlərim var, mən insanlara qarşı belə etmişəm. Yəni, davamlı olaraq özü haqqında negativ düşüncələr yaradaraq insanlarda belə bir algı yaradır ki, insanlar ona desinlər ki, yox, sən belə deyilsən, sən tamamilə gözəl xasiyyətin var, gözəl davranışın var, sən çox yaxşı birisən. Və insanlar da elə dediyi zaman avtomatik olaraq başlayırlar nə etməyə, özlərini dəyərli hiss etməyə. Hansı ki, özlərində olan özdəyərsizliyi, özgüvənsizliyi kompensasiya etmək üçün bir anlamda bunu edirlər. Bunun başqa bir tərəfi də var. Daha çox bunu nəyə görə edirlər? Ona görə ki, daim diqqət mərkəzində olmaq, daim insanların nəzəri onların üzərində olsun və bu zamanda bilirsiniz ki, insan daha çox diqqət mərkəzində olduğu zamanda özünü dəyərli və xoşbəxt hiss edir. Təbii ki, bu xəstəlikli bir yoldandır, bu manipulyasiya vasitəsidir. Üçüncü bir element, bu da çox maraqlıdır və incə bir məsələdir. Yəni, bunu insanların çoxusu gözdən qaçırdır. İnsan özünü günahkar hiss edir ki, məsuliyyəti öz üzərindən atsın. Bəzən insanlar təəccüblə deyə bilər ki, mən necə ola bilər ki, məsuliyyəti öz üzərimdən atıram. Mən ki, peşman oluram axı elədiyimə görə. Bu tam olaraq belə deyil. İnsan patoloji olaraq peşman olduqda insanda yanlış bir inanc, yanlış bir illüziya formalaşır ki, güya bu insan indi bu dəqiqə əzab çəkirsə, günah çıxardırsa, özünə zülm eləyirsə, sanki gələcəkdə hər şey daha yüngül olacaq. Gələcəkdə o kimsə tərəfindən cəzalandırılmayacaq. Gələcəkdə o cinayət məsuliyyətinə cəlb olunmayacaq. Və yaxud da dünyasını dəyişəndən sonra, əgər xüsusilə dini inancı varsa, belə fikirləşir ki, Allah məni bağışlayacaq. Zaten mən bu dünyada bu qədər nədir?
əziyyətlər çəkmişəm. Məsələn, adi bir misal, deyək ki, biri avtomobilini idarə edir, gedir, səhvən başqa bir adamın avtomobilini vurur və başlayır gecə-gündüz narahat olmaq ki, ay səni, mən özümü çox günahkar hiss edirəm ki, mən sənin avtomobilini vurmuşam. İnan ki, heç gecələr yata bilmirəm. Mən necə bu cür səhv hərəkəti edə bilərəm. Bundan sanki kompensasiya edir özünü. İnanır ki, yəni avtomobili vurulan insan ondan zərərin ödənilməsini tələb eləməyəcək. Ona elə gəlir. Yəni bu məsuliyyətdən nə edəcək? Yayınacaq. Ona görə də özünü günahlandırma bəzən psixoloji müdafiənin bir növüdür, hansı ki, insan gələcəkdə baş verəcək hadisələrə görə, yəni öz davranışlarının nəticələrinə görə heç bir şey sanki ödəməyəcək, o bağışlanılacaq. Çünki axı o qədər əzab çəkib, əziyyət çəkib, özünə zülm eləyibdir. Bəli, növbəti 4-cü günahkarlıqla bağlı məsələ isə bunu da daha çox valideynlər və başqa şəxslər də edir, amma daha çox valideynlərdə rast gəlir. Onlar uşaqlarına qarşı çox hallarda özlərini günahkar hiss edirlər. Niyə günahkar hiss edirlər? Çünki bir çox hallarda öz duyğularını kontrol edə bilmədikləri üçün müəyyən vəziyyətlərə görə uşaqlarını vururlar. Amma vurandan sonra təbii ki, buna uyğun olaraq da özlərini günahkar hiss edirlər və hər dəfə üzr istəyirlər, hər dəfə günahkar olduqlarını bildirirlər. Amma burada məsələ nə ilə bağlıdır? Niyə belə olur? Hər dəfə günahkarlıq duyğusuna düşür. Çünki etdiyi davranışın subyektiv olaraq baxdığı üçün, yəni özünə obyektiv qiymətləndirmə verə bilmədiyi üçün, özünə tənqidi münasibət olmadığı üçün, ümumiyyətcə öz davranışlarımı necə nəzarət etdirə bilərəm, necə kontrol edə bilərəm, necə dəyişə bilərəm bir düşüncəsi, bir algısı olmadığı üçün hər dəfə eyni proses davam edir. Bunu bir başqa vəziyyətdə də demək olar, bir impulsiv olan bir uşağı da, bir yeniyetməni də götürmək olar. Onlarda da daha çox bu kimi hallar olur. Qardaşını vurur, məktəbdə dostunu vurur, başqa uşaqları vurur və s. Vurur və bundan sonra hər dəfə baxsan ki, üzr istəyir, günahkarlıq duyğusunu yaşayır. Amma bir daha o şeyi təkrarlayır. Və nəyə görə təkrarlayır? Ona görə ki, o əslində özünü tənqid eləməsi o obyektiv bir xarakter daşımır. Yəni özünü günahlandıran insan duyğuların içərisində olduğuna görə hadisəyə kənardan baxıb ona analiz verib düzgün qiymət verə bilmir. Ona görə bu qısır döngü davam edir və insan yenidən bu duruma düşür. Məsələn, bu eyni şeylər narkotik aludəçisi olan insanlar üçün də keçərlidir. Yəni qumar aludəsi üçün də keçərlidir. Məsələn, söz verirəm, bir də oynamayacağam, özünü günahkar hiss edir, bir də oynayır. Yenə özünü günahkar hiss edir, bir də eləyir. Bəzən bura biraz əlavə etmək olar. İnsan ümumiyyətcə idarə etməkdən, baxmaqdan əlavə ümumiyyətcə eləmək istəmir. Yəni o konfor zonadan çıxmaq istəmir, o hədəfini dəyişmək istəmir və elə buna görə də hər dəfə eyni şəkildə davranışlar. Yəni özünü bəli inkişaf elətdirmək əvəzinə elə fikirləşir ki, özümü günahkar hiss eləsəm, sadəcə səhvimi boynuma alsam, cəmaət görsələr ki, ay mən nə qədər günahkaram. Günahkaramsa, ay da mən nə qədər zülm çəkmişəm, demək ki, mən yaxşı adamam. Və burada sonda bunu qeyd eləmək istəyirəm ki, bəzən özünü günahlandırma o qədər vərdiş halına çevrilir ki, insanlar, situasiyanı belə insanlar qəsdən özləri yaradırlar ki, özlərinə uyğun özünü günahlandırma emosiyasını yenidən və yenidən yaşasınlar. Biri var ki, səndən asılı olmadan elə bir hadisə baş verir ki, sən ona təsir edə bilərdin və yaxud da orada sən nəyisə eləməyə bilərdin, amma elədin. Yəni, bir səhv elədin də ona görə. Yəni, bu səndən asılı olmayan bir şeydir. Çünki insan müəyyən bir şəraitdə əlindən gələnin ən yaxşısını eləməyə qadirdir. Yəni, o biliklərinə, təcrübələrinə əsasən. Amma bir də var ki, bu hadisəni sən özün yaradırsan və başlayırsan özünü günahkar hiss eləməyə. Bu da başqa bir şeydir. Bugünlük bu qədər. Diqqətinizə görə minnətdaram.